Azad Azərbaycan telekanalında son günlərdə iki populyar verilişin yayımı dayandırılıb. News24.az və digər mənbələrə istinadən Bizimləsən aparıcı Zaur Baxşəliyev və Rəngarəng aparıcı Zaur Nəbiyoğlu verilişləri efirdən çıxarılıb. Kanalın mətbuat xidmətindən verilən açıqlamada qeyd olunub ki, bu qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib və səbəblər barədə əlavə şərh verilməyib. Hal-hazırda həmin verilişlərin yerinə efirdə filmlər nümayiş olunur. Eyni zamanda özəl mənbələrdən əldə olunan məlumatlara görə ARB kanalının efir siyasətində də ciddi dəyişikliklər gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı hələ dəqiqləşdirilir və rəsmi təsdiq yoxdur. Bu hadisə Azərbaycan televiziya məkanında son dövrlərdə sosial şou proqramlarının efirdən çıxarılması tendensiyasının davamı kimi qiymətləndirilir.